Pul insanı cənnətə apara bilər. Quran buyurur ki, bəli. Puldan da məqsəd fəqət o kağız, hər hansı bir dəmir puldan söhbət eləmir. Yəni dünya malı. Allah qiyamət günündə möminlərdən həm onların canlarını alır, müştəri də onların canlarına, həm mallarına. Yaxşı, qarşılığında nə verir? Buyurur ki, bi ənnə ləhumul cənnəh. Onlara mən cənnət verirəm. Amma kimi üçün? Açıq-aşkar buyurur ki, minəl müminin. Allah möminlərdən onların canını alır. Canların ki, şəhid olurlar, verirlər Allah yolunda. Allah onların canlarına müştəridir və mallarını alır, qarşılıqda onlara cənnət verir. Nə üçün Allah bunlardan mallarının qarşılığında, belə deyək, onlara cənnət verir, bunlardan mallarını alır? Çünki iman əhli dünyanın və dünya malının mahiyyətini dərk eləyibdir. Amma möminlər, iman əhli, əxlaqlı insanlar, halal işləyənlər, halal yeyənlər və s. dərk edirlər ki, bu dünyadır, müvəqqəti. Dünyanın malı da müvəqqəti. Demək, Allah bunu mənə veribsə, bu yolla məni imtihan eləyir. Mən də öz vəzifəmi icra etməliyəm. Xeyirxah olmalıyam, düzgün yolda xərcləməliyəm, xumusunu verməliyəm, zəkatını verməliyəm, infaq etməliyəm və s. Və bu yolla cənnəti əldə eləyir. Necə? O qədər insanlar olubdur. Allah bunlara sərvət verib, bu sərvəti düzgün yolda istifadə ediblər. Vacibi vergilər öz yerində, xumus, zəkat veriblər. Sədəqələr, infaqlar veriblər. Ondan da əlavə Allah dininə kömək eləyiblər. Kitablar, məktəblər, mədrəsələr, xəstəxanalar tikdiriblər. Xülasə füqəraya kömək eləyiblər. Bir çox işlər görüblər, salih əməllər, sədəqə-i cariyələr qoyublar, gediblər özlərindən sonra. Məsələn, pul imkanı var, bir bulaq çəkdiribdi insanlar. Bu ölüb gedib 100 ildir, 200 ildir, həmin sudan insanlar istifadə edir. Savabı cənnətdə yetişir ona.